İnsanın içində bir hisslər var, ancaq insan nə hiss etdiyini bilmir. Və bundan soruşsan ki, özünü necə hiss edirsən? Məsələn, insanı işdən qovublar, insan incikdi, bu qədər zəhmətim hədər getdi, narazıdır. Bundan soruşanda necəsən? Adam deyir ki, pisəm. Pis deyəndə bilinmir, bu qəzəblidir, nifrəti var və yaxud da küskündür, üsyan hissi var, stres halındadır, aqressiyası var, nəyi var sən bilmirsən. Ancaq deyir ki, pisəm. Bu pislə içində olan o bütün hissləri ifadə eləyir. Bu insanın özünün üstünə də geçsən ki, yaxşı, pis deyəndə nəyi nəzərdə tutursan, adam tam müəyyən eləyə bilməyəcək. Və yaxud da ki, bir insan hansısa bir şəxsə qarşı xoş bir hissləri var. Deyir ki, ondan xoşum gəlir. Bax, xoşum gəlir deyəndə sən onu bəyənirsən, onu sevirsən, ona içində yazıqlığın var, ona qayğı göstərmək istəyirsən. Bu nə ilə qaynaqlansa onu bilmirsən. Ancaq deyirsən, xoşum gəlir. Ümumi ifadələr hamısı onu göstərir ki, insan konkret hansı hiss keçirdiyini bilmir. Və yaxud da bəzən hiss keçirir, hissi ifadə eləyə bilmir. Adam içində keçirdiyi hissi bilir. Bilir ki, bir insanı sevir. Ancaq o sevgisini dilinə gətirmir. Məsələn, sizin tanıdıqlarınızdan elə insanlar var. Deyir ki, mən bu cür sevirəm. Və yaxud da mən soyuqqanlıyam, ancaq o demək deyil ki, mən sevmirəm. Sevgisini insan dilinə gətirmir. Bu ata ola bilər, övladına bir dəfə də demir ki, mən səni sevirəm. Nəyə görə demir? Bunun indi beynini araşdırsan, orada bir onlarla arqumenti var. Və yaxud da məsələn, kişi hissini bildirməz. Kişilər biraz soyuqqanlı olarlar. Və yaxud da ki, mən bu cür sevirəm. Və yaxud da çox sevirəm deyəcəm, sevgi sözü dəyərdən düşəcək. Tez-tez ona bildirmək olmaz. Və yaxud da travma var, və yaxud da bu cür tərbiyə alıb. Hər halda insan içində olan hissi dilinə gətirmir. Cütlüklər arasında evdə həyat yoldaşları bir-birinə qarşı içində olan gözəl hissləri dilinə gətirmirlər. Əks tərəfin hansısa bir gözəlliyini görür, xoşum gəlir, necə gözəldir, bu hissləri dilinə gətirə bilmir. Əksi ola bilər, bir insanı incidiblər, içində qəzəb var, qəzəbini bastırır, bunu dilinə gətirmir. Uşaqlar valideynlərinə qarşı hansı narazılıq var, bildirmirlər. Çünki Azərbaycan mentalitetində bizdə bir ciddi subordinasiya var. Böyüklər və kiçiklər arasında uşaqlar öz hisslərini valideynlərinə demirlər və bunu içində bastırırlar. Bu hissin ifadə olunmaması bu yəni dediyimiz o problemə qayıdır. Və yaxud da ki, bunu görürük iş mühitində. Müdir işçilərini tərifləmir. Onlara qarşı olan içində o ya pis, ya mənfi hissləri deyə bilmir. İndi daha çox mənfi hissləri bildirirlər. Ancaq müsbət hisslərdə görürsən ki, bunu bildirmirlər. Buna deyirlər emosional korluq və yaxud da aleksitimi.